evdə olan yorğan döşəyi hara aparırıq? Novxanaya. Çünki Novxanda yorğan döşək yoxdur. Bacınız dünənləri sintifonlara baxdı. Bambulara baxdı. Gördü ki, pul çatmır. Para bitti. Arkadaş paranın suyu çekti. Əlimizdə qalan pulla ancaq evdəki əşyaları daşıyıb iş görə bilərik. Hə, Tata? Sizin də bu pul çatmıyor işte. Bəli, pulumuz çatmır. Çası bu biz. Çası buydu. Bala, sən niyə qəbul etmək istəmirsən? Çası bu. Yani ki biz çası bu yerimizdə aldık. Bəli, çası bu. Yoxumuzdur da çatmır. Bəsdir də qutardı, yoxdur. Uşağım qəbul edəmir. Biz çası bu. Nəysə. Ne diyəcəkdim qızlar? İnanırsınız ki, neçə gündə normal yaşayış deyil bizim yaşayış. Ona görə sizə yaxşı bir video çəkə bilmirəm. Tata yaxşı da. Yaxşı video çəkə bilmirəm. Mən elə gündəlik işlər görürəm. Həmin işə gedib gəlirəm. Sonra sizə canım desin, bacım. Evdə yemək pişir, nə bilim. Axşam gəlib satandan sonra da təbii ki pəncərəmizin, güzgümüzün də halını görürsünüz də, sağ olsun oğlum. Buradan təmizləyirəm, oradan batırır. Bu əşyanın getməyini ən çox sevinmə səbəbim oranın boş olmağıdır. İnşallah, yaxşı tut qışqırma, İnşallah o yolkanı da göndərə bilsəm harasa. Canım dincələcək. Deməli, bu paltarlar yuyulubdur. Hazırda gözləyir ki, mən gedim onları yığım. Amma yığmaq istəmirəm. İçimdən görmür. Neyim? Nə qədər paltar yığmalar, nə qədər işi görmüyorlar. Eləmək istəmirəm. Nə varım? Qınamayım mən. Çünki yorulmuşam, bacı. İşdən gəlmişəm mən. Ben yorgunum arkadaş. Sonra burada ise yine ana balanı tanımır. Burada da qabları koymuşum üstə. Qablar ne diyeyim? Paltarları koymuşam. Torun paltarları yuyulur. Burada da ət qaynadıram ki sabaha yemək pişirərəm. Çünkü biz bugündən sabah yemək pişirməyəndə də axşam gələndə acından gəbəririk. Düşünüyorum ki en azından sabahın yeməyi olsun. Tatu dur aç qapını. Bu paltarlar da dünəndən asmışam, hələ ki qurumayıb. O paltarları isə təzə asmışam, o bir paltarları yumuşdum. Mən bağladım da, dedim uşaqdır, çölə çıxar. Ehtiyatlı ol. So, biz təri yola saldıq, getdik. O birisi yorğanlarımızda. Otağımız üşüdü. Otağımız yani evimiz üşüdü, soyuqdur. Bəli. Bu əşyamızın birini yola saldıq, getdi bacım. Əşyamız deyəndə daha doğrusu yorğan döşəyimiz. Sonra isə nəyimiz gedəcək evdən? Evdən gedəsi bir sıra əşyalarımız var bacım. Bu da gedəcək, bu göyçək qız. Nasıl? Bunu da yola salacaq, gedəcək. Oranı çox doldurma, atam birazdan gəlib onu götürəcək. Bəli, dayıncindən gələndə onu götürəcək. Hə. Ona gel çay ses. Onun için boşalt, onun için boşalt. Birazdan dayıncıl gələndə bəs oranı şey değil mi? Gel boy onu çeşdeme. Ne çekin? Lütfen. Onu koymaya çalış. Bu da ne var ki? Onun içində nə bilim nədir o? Bilmiyorum. Onlar sağlamlıqla bağlı sənədlərdir. Gətir qoy onu bura. Mən oradan nə çıxartdım? Hələlik gətir qoy bura. Abi. Top da buraya takıyorum. O eyb yox, onu çıxardıb bir yenə qoyarıq. Bunu da götürürüm buradan. Bir bunu götür qoy divanın üstünə, sonra da ay toru. Götür qoy. Hə də hələlik götür o dediyimi elə başına dönüm. Başına dönüm. Qırağa, ay bala, qulağa. Divanın üstünə, hə. O birisini də götür. Bank kredit sənədləri, nə bilim, xəstəxanada olan sənədlər, Torul hələ dünyaya gəlmişdən nə qədər sənəd vardı, hamısı var. Onu da için boşalt. O da aldığım telefonun. Torul benim bazı şəkillərdir. Sonra baxacağıq. Atamın da çeşitleri var. Sen de toy günü o. Ben niye getirmemişsiniz? Torul aparmamışıq toya. Götür. Bu da sizin gəlməyiniz. Ben siz bir yere getirmedim. Görmüştüm bunu burada. Görmüşdün. Bir defa baktım. Öyle bu televizyondan bu adı çeşmişti. Necə oldu? Görmüştüm ben siz özler. Vay Senden de gelmiştim. Torul olmayıb həmin vaxtı, görsünüz. Gəl, götür təzələ. Bu da kasıblıqdır benim. O da məzun olduğumuz sənətdir də, Torul kasıblıq priçon. Sonra başqa nə var orada? Bu da. Sonra sənin şkafı da boşaldacaq, onu da aparacaqlar. Təzə xəbər çıxıb. Ha, Yaxşı şampayacaq. Əvvəl elə yığma da ayrı-ayrı, hamısını üstə yığ, səliqə ilə dursun. Mən o qədər sürətli fikirləşirəm ki, mən ümumiyyətlə kiminsə
Sakit fikirləşməyin qəbul edirəm də, beynim götürmür. O qutunu birinci götür sonra. Mən bilmirəm, B12 verim, B48 verim buna. Nəsə verim ki, bunu biraz beyni inkişaf eləsin. Bu kimə oxşadı, mənim başım çıxmır. Oxşamışım mən deyəcəm. Qoy yerinə. Onları da götür. Risklidir, bunu nədir? Qoy yerinə, qurban olum. Soruşma nədir o, başına dönərəm sən. Götür apar. Hə. Afərin sən. Götür. Qoy o da. Afərin sənə. Tez oldu götürəcək. Tez Tez ol. olsuz biz qayıdırıq. Yox, tez o götürməyəcək. Ayşə, götürməz onu. Qoy onu qırağa. O pultu da götür. Nasıl? Pultu o de, oradakı pultu. Hə, şu. Seçim boşaltdıq onun. Nə vaxtı? Hə, bağla oranı. Bağla. Onun içində bir dənə qaldı, hə? Onu da çıxardarıq indi. Hardan çıxardın? Deyəm, mən çıxardacağım. Sən keç belə. Bir də bu taxılır. Bu bura taxıldı. Bunu oradan çıxardıb təzədən taxmaq lazımdır. Buradan bax, dur. Səsi görək. Keçirdim. Toğrul bəyin dili 2 metr yarımdır. Hı, Toğrul. Bəli. Çox da tez boyu çaplamıyor. Televizora aparmırlar, ya narahat olma. Bunu aparacaq da düzdür. Hı. Şimdi ben bunu aparanda televizyon aşağıda yatacak. Bakacak aşağıdan. Yo, yuxarı qaldıracaqlar, Toğrul. Yuxarıda baxacaqsan, narahat olma. Bu da, Harda? bu da değil, bu evde. Dur, yuxarı qoyacaqlar da divara asacaqlar müvəqqəti. Divar bilirsən, arada divar bura. Bir de burası da ya. Ha, hələ. Nədir də o? Bu şey bu da. Nəyin sevincidir bu? Bizim televizorumuz Wi-Fi-yə bağlanmayıbdır. Yəni Wi-Fi-lı televizor deyil. Ona görə biz Wi-Fi-yə bununla bağlayırıq televizorumuzu. Yəni bunu qoşuruq televizora və televizorumuzda internet olur. Tolga, bu cərcəhizi yığışdır. Deyə buradakı yuvazat qurmusan özü və pişiksən elə bil evin içində. Yesin kimi şey yapacağız. Yəqin atandı da. 100% tam. 100% daim. Dayın olmaz, dayın gəlməyəcək də xala. Ha? Dayın gəlməyəcək. Bu niye değilse? Gel burada şeye götürecek. Atan gələcək birazdan, indi yox. Ha. Bir gün birazdan da atam gelecek. Dayım da gelecek buraya işte. Başqa nə götürəcəkdi buradan? Bunu, yorğan döşəyi, bir də sənin şkafın var, O onu. değil ya. O, Gecə də sənin şkafı da boşaldaq. ben biliyorum ben ne yiyeceğim. Nə yesən? O şey şkafı Ha, qıraqdakı o balaca şkaf var, onu. bilemezsin diyorsun. Bu. Paltarlar yuyuldu, asmaq lazımdır. Of. Bu. Yukarıdakine bakalım. Yuxarıdakı nədir? Ha, bunlar deməli bizim. Bu. Belə dur, mən bir dənə təqdimat eləyim. Bunlar bizim o birisi şifanerimizin, bu şifanerin hissələridir. Mən bunu alanda fikirləşirdim ki, yəqin Toğrulsun əlavə bir şkaf kimi. Amma başqa şey qismət oldu. Baxın. Əsas o da xeyirli şey qismət oldu. Ne bakalım? Gördü Toğrul, gördülər. Pişiyim de bak. Ne bak. Aldın mı? O. İndi Toğrulca buranı yığışdıraq. Yığışdıraq deyəndə Gördün? götürək də beşlərimi. Gördün dostlar. Pişiye ne sıcak. Gördüm. Götür oradakı beşlərimi. Ne? Oradakı beşlərimi. İngiliscə danışıram. Mən yerə iqruşka nə qoymusansa onların hamısını götür də bala. Bu da şöyle. Oradakı iqruşkaları yığ hələlik yerə, ana qurban. Onu atan götürüb aparır. Sən Burada? iqruşkaları bəli, başqa yerə. Başka bu ne? Yox, onu deyir. Götür. Niyə deyinirsən? Nə olubdu? Niyə deyinirsən? Hı? Niyə? Əlimizdə pul yoxdur başqasını almağa. Söndür onu, gəl işimizi görək. Söndür onu, gəl işimizi görək. Vaxtımızı öldürməyənə qurban. İşdən gəlmişəm. Onsuz da yorğunam. Əsas bu nədir? Bunu sən gətirmisən. Deyir də deyir ki, bu Bunu necəsə. da eləyək. Qoy bura qırağa hələlik bir yerə görək. Ev köçür onsuz da ev köçürlər. Qoy qırağa. Evin son çişli günləridir deyə düşünmək istəyirəm. Bu da tez olacağım. Bu iqruşkalarva da bir yön tapacam, ha biləsən. Bakalım. Gördülər dostların. Götür. Götür. Hayır.
Quşqarı oradan götürdü. Doğru, boş verin. Neçə dəfə deyim eyni sözü sənə. Çəkil görəyim. Götür. Bunları da götürək bacı. Çıxır bəstinaları da buradan götürüm. Bir dənə çəkil, mənə yol ver. Yol ver deyirəm, uşaq mənim ayağımın altında gəzir. Bacı. Ver görüm. Çəkin. Çək. Bunu da belə götürdük. Toğrul bəy, siz mənə incidirsiniz, bunu nətər eləyək? Təpədə şey bu. Mən təpədəki şeyləri götürdüm də, sən özünə aid olan şeyləri götür. Özümə aid olan şeylər. Burada bizim bir dənə Quranımız var. Allah həmişə bizi qorusun, pənahında saxlasın deyə saxlamışıq evimizdə. Bu mənim ilk maaşımdan aldığım ilk əşyadır. Həqiqətən də mənim üçün çox dəyərlidir. Nədən ağır? Ay bala, o aşağı düşər təpəvə nə edirsən? Sən bir aşağıdakıları götür, sonra keç də yuxarı. Ay Allah. Uşaq dəli eləyəcək mən, Allahın da olsun. Yuxarıdakı, aşağıdakı əşyaları qalıb yuxarı keç. Ucu səsin çox gəlir ha sənin, Allahın da olsun. Bir bizim balaca kişinin nə deyirlər buna? Doğru, bunun adı nədir? Təltifnamə. Nəyə təltif olunub? Bağçada çıxış elədiyinə görə. Mən dərs oxumuşam deyə. Aha. Qazandığım. Bax. Orada heç nə yoxdur, düz. Mən qazandığım şey. Sertifikat. Sertifikat. Bunu da qoyduq qırağa, doğru. Sonra nə götürək buradan? Sonra bunları da götürək. Bunlar da çünki ora lazım deyil. Bizim bu balaca kişi dağıdır. Qoy yerinə. Onun içində əskiliklər var, doğru. Biri satmır, hə, onun içində. Dədən səni paralayacaq, gördün. Dədən səni paralayacaq, biləsən, ay biləsən. Bəli. Bu şkafı da belə yola salırıq, ay doğru. Necə nəyi görmürsən? Orada oynamaya şey var bunda. Bunu ya çıxart buradan. Hissə 2 dənə şey yapışdırmışsan bura. Niyə yapışdırırdın bunu? İncə onları təmizlə. Ay bala, bir gəl dediyimi eşit də. Gəl bunu təmizlə. Nə deyirəm elə deyir, nəyi? Simə yazdım. Bilmirəm, nə deyirsən, elə təmizlə. Əsivə. Bu da Torlun balacaq paltarlardır. Onu niyə saxlamışam mən bilmirəm hələ. Onu da gərək salmışam, onu da içini təmizləyim. Görüm nə var, nə yox. İnanırsınız ki, həftənin əvvəli yığışdırıram evi. Olur gül kimi də. Həftənin 4-cü günüdür. 4-cü günə çatanda ev elə bir hala düşür. Elə bir ki, evə bomba atıbsan da, yəni. Elə bir vəziyyətə gəlir. Çox belə nenormalnıy vəziyyətdir. Çıxın, bunu da salım aşağı. Aral, dur, kutu sağlam aşağı. Mən qoyacam da, sən atam bunu aparanda qoyacam. Deməli, Torul, gedək neyniyək? Birinci sənin quşqalarını yığaq. Deyən, hə. Hə, yoxsa yox. Sənin quşqalarını yığaq, sonra buraları yığışdıraq. Sabah Allah'a şükür ki, 5-ci gündə, heç olmasa 2 gün neysə bir şey görərəm evdə. Prosto məsələ orasında ki, mən həftə sonu Novxanaya gedirəm. Novxanda iş görürəm. Həftənin bir günü burada iş görürəm, bir günü Novxanda iş görürəm. Biraz o məni yorur. 6-cı gün evi buranı yığışdırıram. Bazar günü Novxanla. Bu paltarlar qatlanandan sonra belə bir şey qalmayacaq deyə ümid edirəm. Yəni, prosto çıxol plastinlara baxaq bir yerdə. Görək təzə çıxol plastina varmı? 2 dənə çıxol plastina tapmışam qızlar. Yəni, ikisi də çox qəşəngdir. Biri belə, biri belə. İkisi də güllü çiçəklidir. Annəcim sağ olsun. Hər şey güllü çiçəkli eləyibdir. Bu hamısı təklərə gedir. Təzə məhsullardır ikisi də. O da materialı da bahalı materialdır. Yəni, bu parçalar deyərdim ki, baxanda biləcəksiniz. Bu materiallar bahalı materiallardır. Ona görə fikirləşirəm ki, yəqin bundan şey eləmək olar, aparmaq olar ora. Yəni, sintifonu alıb bir dəfə yuyub, qeyif eləməkdənsə pulu bundan almaq daha yaxşıdır. Sintifon deyəndə ki, daha doğrusu nə deyirlər, o materiallarda bir dənə o materialdan almaqdansa. Necə fikirdəsiniz, ay qızlar. Sonralığını deyirəm, yaya dönənə şey yərik, nədir, ağlara keçərik. Bunlar da çəkin zapaçqalarda, orada lazım olan nə vaxt işlənmək.
Böyle. Bu hələ ki 2 dənə belə. Dəst üçün tapmamışam. Görüm bəlkə biraz axtarım, bəlkə dəst üstündə taparım. Tapsam tapmışam, tapmasam. Neyse. Hələlik bu ikisi məncə yaxşıdır.